İslam elmi və mədəniyyətinin dünya şöhrətli simalarından biri Bəhaəddin Amilidir. O, Şeyx Bəhaə adı ilə tanınmışdır. Məhəmməd İbn İzzəddin Hüseyn İbn Əbdüssəməd Əl-Harisi Əl-Həmədani Livan ərazisində Bəlbəkə yaxın olan Cəbə kəndində dünyaya gəlmişdir. 1547-ci ildə doğulan Şeyx Bəhaə ərəb ədəbiyyatı, fiqh və təfsir elmini dövrünün məşhur alimi olan atası İzzəddin Hüseyndən öyrənmişdir. Daha sonra isə o, Şəhid Sani ləqəbi ilə tanınmış Zeynəddin Amilidən dərslərini almışdır. Həmin dövrdə Osmanlı coğrafiyasına aid olan Livanda bəzi siyasi səbəblər üzündən atası oranı tərk edib İrana, Səfəvlər dövlətinə üz tutmağa qərar verir. Həmin vaxt hakimiyyətdə olan Şah Təhmasib dövründə İzzəddin Hüseyn, yəni Şeyx Bəhaənin atası Şeyxülislam rütbəsinə qədər yüksəlir. Şeyx Bəhaə burada da bir çox görkəmli alimlərdən dərs alaraq ədəbiyyat, fiqh, üsul, təfsir, hədis, kəlam, cəbr və həndəsə, memarlıq, tarix sahəsində böyük nailiyyətlərə imza atır. Şeyx Bəhaənin atası həcc səfəri vaxtı Bəhreyndə dünyasını dəyişir. Şah Abbasın müasiri olan Şeyx Bəhaə məhz Səfəvi hökmdarının sayəsində Şeyxülislam və Şah Abbasın vəziri rütbələrinə qədər yüksəlir. Alim müxtəlif illərdə, müxtəlif səyahətlərə çıxaraq alimlərlə görüşür, dünya görüşünü artırır və biliklərini paylayır. Şeyx Bəhaə tanınmış filosof Molla Sədranın, Molla Möhsün Feyz Kaşaninin və Məhəmməd Təqi Məclisinin müəllimi olmuşdur. Şeyx Bəhaə sadaladığım elmlərə dair bir çox qiymətli əsərlər yazmışdır. Onun əsərləri içərisində təfsirə, hədisə, riyaziyyata, kəlam elminə, ədəbiyyata dair müxtəlif çeşid əsərlər vardır. Şeyx Bəhaənin məşhur əsərlərindən biri də Kəşkül adı ilə tanınmış əsəridir. Kəşkül sözünün mənası o vaxt dərviş və qələndərlərin yanlarında kiçik bir dağarcıq və ya torba mənasındadır. Bunun isə təsəvvüf aləmində rəmzi və mənəvi mənası da vardır. Kəşkül adlanan bu əsərdə Şeyx Bəhaə müxtəlif ədəbi, tarixi, fəlsəfi, tibbi, dini mənbələrdən topladığı məlumatları, ibrətamiz hekayətləri, öyüd nəsihətləri, şeirləri, qiymətli fikirləri göstərmişdir. Əsər həm ərəb, həm də fars dilində yazılmışdır. Belə ki, Şeyx Bəhaə fars şairlərindən sitat gətirərkən onların şeirlərini olduğu kimi vermişdir. Tarixi şəxsiyyətlərdən, hökmdarlardan Harun Ər-Rəşid, Məmun, Mutəz, Müqtədir Billah, Bəhramgürlə bağlı əhvalatlar söyləmişdir. Görkəmli sufilərdən isə Əbdülqadir Gilani, Cüneyd Bağdadi, Həllac Mənsur, Sirri Səkti, Süfyan Əs-Savri, Əbu Səhillə bağlı müxtəlif əhvalatlar təqdim edir. Bir çox ərəb, fars, Azərbaycan şairlərindən sitatlar gətirir. Onların içərisində Nizami, Xaqani, Mücirəddin Beyləqani, Qasim Ənvar vardır. Ərəb şairlərindən İmrul Qeysdən, Həssan İbn Sabitdən, Fərəzdəqdən, Buhturidən, Bəşşar İbn Burtdan, Əbu Nüvasdan, Əbul Ətahiyədən, Əbul Əsvəd Əd-Duəlidən, Əşadan,
Va va, Sənubəri kimi şairlərdən şeirlər təqdim edir. Əsər öz tərbiyəvi, didaktik məzmunu ilə daha çox diqqəti çəkir. Kəşkül əsərində təqdim olunan bir neçə ibrətamiz əhvalatları sizə təqdim edirəm. Şair Əbu Nüvas haqqında Kəşkül əsərində belə yazır. Xəlifə Məmun Əbu Nüvas haqqında deyirdi: Mə vasafət dünya nəfsəhə kəmə vasafəhə Əbu Nüvas. Yəni dünya özünü Əbu Nüvasın onu vəsf etdiyi kimi vəsf edə bilməzdi. Əbu Nüvasla bağlı maraqlı əhvalatlardan biri də onun Xarabalıqda qarşılaşdığı hadisədir. Əbu Nüvas bir dəfə Xarabalığa girəndə orada dolu bir bardaq görür ki, divara söykənib. Əbu Nüvas deyir, elə ki, Xarabalığın ortasına çatmışdım, gördüm orada bir nəsrani əyləşib, başının üstündə də saqi var. O məni görüb tanıdı, ayağa durub bardağı götürüb, qaçdı və mənə çevrilib belə dedi: Ey Əbu Nüvas, sən olasan, məni bu halda görüb qınama. Və Əbu Nüvas deyir ki, mən qınaq haqqında olan şeirimi məhz o nəsraninin sözündən aldım. Də ankə ləvmi fə innə ləvmə iğraun. Yəni, sən məni qınamağı tərk elə. Çünki bəzən qınaq insanı təşviq edir. Əsərdə Məhəmməd Peyğəmbərdən, imamlardan hədislər təqdim olunur. O, İmam Məhəmməd Baqirdən belə bir hədis nəql edir. Peyğəmbər zamanında bir nəfər yoxsul şəxs onun yanına gəldi. Bu əsnada Peyğəmbərin yanında bir varlı kişi də əyləşmişdi. Onun yanında əyləşən yoxsul kişiyə baxıb paltarını çəkdi. Peyğəmbər ona buyurdu: Sən nədən qorxdun? Qorxdun ki, onun yoxsulluğu sənə keçər, yoxsa sənin varlılığın ona keçər? Varlı şəxs utandı və dedi: Mən malımın yarısını ona bağışladım. Peyğəmbər yoxsul kişidən soruşdu: Sən onun malını qəbul edirsən? Kişi dedi: Yox. Peyğəmbər soruşdu: Niyə? Dedi: Çünki onu aparan yerə məni də aparacaqlarından qorxuram. Kəşküldə təqdim olunan rəvayətlərdən biri də bir abidlə bağlıdır. Livan dağında bir abid yaşayar, gecə-gündüz ibadətlə məşğul olar, oruç tutar, yanında azuqə kimi saxladığı bir çörəklə iftar edər və ondan o başdanı da saxlayardı. Bu minvalla abid ibadətinə davam edir. Bir gün onun çörəyi qurtarır. Gecə aclığın təsirinə dözə bilməyən abid məcbur qalıb, səhər olacaq dağın ətəyindəki xristian sakinləri olan kəndə çörək istəməyə üz tutur. O, xristianların böyüyünün yanına gəlir və aclığını bildirir. Həmin şeyx ona 2 ədəd arpa çörəyi verir. Abid 2 ədəd arpa çörəyini alıb gələrkən, şeyxin iti onun dalınca düşür və qovalamağa başlayır. Abid əlindəki çörəklərdən birini itə atır. İt yedikdən sonra yenidən abidin arxasınca düşür. Abid əlindəki ikinci çörəyi də onun qabağına atır. İt yenə də abidin dalınca qaçır və onun ətəyindən yapışaraq əbasını cırır. Abid itə deyir: Mən hələ ömrümdə səndən həyasız bir it görməmişəm. Sənin sahibin mənə 2 çörək vermişdi. İkisini də sənə yedizdirdim. İndi daha məndən nə istəyirsən? İt dilə gəlib dedi: Mən səndən daha həyasız bir abid görmədim. Mən sənə çörək verən xristian sahibimin qoyunlarını qoruyuram. Onun evinə göz qulaq oluram. O mənə sümük və çörək atanda bəzən qənaət edirəm ki, birdən onun yadından çıxmış olaram. Sən isə
ibadət edən abid olduğun halda bütün bəndələrinə ruzi verən Allahını tərk edib bir xristiandan çörək istəməyə gəlmirsən. İndi düzünü de, hansımız daha həyasızıq? Kəşkül əsərində təsəvvüf əhli, ariflərlə bağlı müxtəlif əhvalatlar da verilir. Bunlardan biri Süfyan Savrinin İmam Cəfər Sadiqin yanına gəlib ondan nəsihət istəməsi barədədir. İmam Sadiq əleyhissalam ona buyurur: İzə təzahərəttiz-zunubu aleykə fəstəğfir ləhu. Əgər sənə günahlar üz versə, sən tövbə et. İzə təzahərət aleykən ni'amu fəşşükr ləhu. Əgər sənə nemətlər əta olunsa, ona təşəkkür et. Və izə təzahərətil humumu aleykə fəqul la havlə və la quvvətə illə billah. Əgər sənə qayğı və dərd-kədər üz verərsə, sən Allahdan başqa heç bir ilah yoxdur və ondan başqa heç bir hövl-qüvvə yoxdur sözünü təkrar et. Bəhaəddin Amilinin İslam mədəniyyətinə bəxş etdiyi görkəmli memarlıq abidələrindən biri də Məşəddə İmam Rıza əleyhissalamın məqbərəsidir. Şeyx Bəhayi orada günorta namazının vaxtını təyin etmək üçün bir saat da düzəltdirmişdir. Şeyx Bəhayinin memarı olduğu İsfahan hamamı tək bir şam ilə qızdırılarmış. Sonralar onun sirrini öyrənmək məqsədi ilə o şamı söndürüb, bir şamla bu boyda hamamın necə qızdığını bilmək istəmişlər, lakin ona nail ola bilməmişlər. Seyyid Əsri bir qəzəlində bu əhvalata belə işarə edir. Tək yüzün mehrindən eymə, qaynayır göz çeşməsi. Bircə şəm ilə qızan, ol İsfahan həmmamı tək. Şeyx Bəhayi İsfahanda yaşamış, xəstəlik səbəbindən 1621-ci il 1 sentyabrında orada dünyasını dəyişmiş və vəsiyyətinə əsasən Məşəddə İmam Rıza astanasında dəfn edilmişdir.